Bu tip xəbərləri qaçırmamaq üçün kanalımıza abunə olun. Bugünün enerjiləri bürclər üçün olduqca maraqlı və dinamikdir. Ulduzların düzülüşü göstərir ki, bəzi bürclər üçün xüsusi şans qapıları açılır. Xüsusilə də 4 bürc var ki, bugün onlar üçün uğur, sevinç və yeni imkanlar ön planda olacaq. İndi isə gəlin həmin şanslı bürclərə birlikdə baxaq. İlk şanslı bürc Şir bürcüdür. Şirlər bugün özlərini daha güclü və inamlı hiss edəcəklər. İş həyatında gözlənilməz uğurlar əldə edə bilərsiniz. Uzun müddətdir planlaşdırdığınız bir layihə nəhayət ki, müsbət nəticə verə bilər. Maliyyə baxımından da sürpriz qazanc ehtimalı var. Əgər risk etməkdən çəkinməsəniz, bugün sizin gününüz ola bilər. İkinci şanslı bürc Dolça bürcüdür. Dolçalar üçün bugün xüsusilə sosial əlaqələr baxımından uğurludur. Yeni tanışlıqlar, yeni dostluqlar və hətta romantik münasibətlər üçün əla zamandır. Əgər ürəyinizdə bir plan varsa, onu həyata keçirmək üçün doğru gündür. Enerjiniz yüksəkdir və bu ətrafınızdakı insanlara da müsbət təsir edəcəyi üçüncü şanslı bürc Buğa bürcüdür. Buğalar üçün sabitlik və rahatlıq ön plana çıxır. Maddi vəziyyətinizdə gözlənilən yaxşılaşma baş verə bilər. İşdə səbrinizin qarşılığını almaq ehtimalı yüksəkdir. Eyni zamanda ailə daxilində xoş xəbərlər ala bilərsiniz. Bugün qərarlarınızı sakit və düşünülmüş şəkildə versəniz, qazanan tərəf siz olacaqsınız. Dördüncü şanslı bürc isə Ox atan bürcüdür. Ox atanlar üçün bugün macəra və yenilik günüdür. Səyahət planları, yeni ideyalar və fərqli təcrübələr sizi gözləyir. Əgər uzun müddətdə dəyişiklik istəyirdinizsə, bugün bunun üçün ideal zamandır. Həm şəxsi, həm də peşəkar həyatda yeni qapılar açılır. Ümumilikdə isə bugün ulduzlar bizə göstərir ki, şans hər kəsin qapısını döyə bilər. Sadəcə onu görmək və düzgün dəyərləndirmək lazımdır. Əgər bu 4 bürcdən birisinizsə, fürsətləri qaçırmayın. Əgər deyilsinizsə, belə unutmayın ki, hər gün yeni bir başlanğıcdır. Ulduzların sizə gətirdiyi enerjidən maksimum istifadə edin, pozitiv düşünün və həyatın sizə təqdim etdiyi imkanları dəyərləndirin. Unutmayın, bəzən ən böyük uğurlar ən kiçik addımlarla başlayır.